Davam edirik. Dövlətin mövcudluğu və inkişafı hakimiyyətin təşkilinə dair əsas konstitusiya prinsipləri ilə şərtlənir. Qazaxda ümumli lider Heydər Əliyev müstəqil Azərbaycan konstitusiyasının müəllifidir başlıqlı növbəti elmi praktik konfransda bu fikirlər səsləndirilib. Tədbirdə Ulu Öndərin siyasi fəaliyyətindən müstəqil dövlətçiliyimizin qurulmasında, onun inkişafında göstərdiyi xidmətlərdən, konstitusiya tariximizdən və suverenliyimizin bərpasından danışılıb. Konfransda məktəblilərin təqdimatında mövzuya uyğun şeirlər də səsləndirilib. Baxmayaraq ki, Azərbaycan müstəqil konstitusiyasını qəbul etdik. Konstitusiyanın zəif vaxtında verilən qərar bugün öz əksini hal-hazırda tapmaqdadır. Və Ulu Öndər Heydər Əliyevin konstitusiyamızda yaratdığı müddəaların hər biri bugün müstəqil Azərbaycanın hər bir vətəndaşının üzərində öz haqqını, öz hüququnu tanımaqdadır. 1995-ci ildə Konstitusiya Komissiyası yaradılarkən Heydər Əliyev özü şəxsən Konstitusiya Komissiyasına rəhbərlik elədi. Məhz birbaşa nəzarəti nəticəsində hazırlandığı üçün Azərbaycan Respublikasının Konstitusiyası yüksək səviyyədə idi.